Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 5 Mart 2026 Perşembe. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugün getirdiğin notlara bakıyorum da dün konuştuğumuz İran'daki gerilimle ilgili yeni gelişmeler var. Üstelik biri Türkiye'yi çok yakından ilgilendiriyor. Bəli Özlem, bölgede gerginlik devam edir. Dayas saytının yazdığına göre Türkiye'nin Xarici İşlər Naziri Hakan Fidan, Amerikalı həmkarı Marco Rubio ile telefonla danışıb. Müzakirənin əsas mövzusu İran tərəfindən atılan və Türkiye hava mekanında vurulan bir raket olub. Vay, bu çok ciddi bir haber. Türkiye üzerinde bir İran füzesi. Neyse ki vurulmuş. Bölgedeki gerilim tırmanıyor demek ki. Notlarında bir de tahliye haberi var. O da bu konuyla mı ilgili? Bəli, birbaşa əlaqəlidir. İrandakı vəziyyətə görə Xorvatiya, İspaniya və Braziliyanın Tehrandakı səfirliklərinin əməkdaşları Azərbaycan üzərindən təxliyə ediliblər. Diplomatlar Astara sərhəd keçid məntəqəsindən ölkəmizə daxil olublar. Bu xəbərin mənbəyi də day.az'dır. Anlıyorum. Azerbaycan komşu ülke olarak kilit bir rol oynamış yine. Şimdi iç gündeme dönelim. Dün medya özgürlüğü ve tutuklu siyasetçilerle ilgili konuşmuştuk. O konularda bir gelişme var mı? Təəssüf ki, müsbət bir irəliləyiş yoxdur. Dünən də bəhs etdiyimiz müxalif media qurumu Meydan TV-nin xəbərinə görə həbsdə olan siyasətçi Tofiq Yaqublunun vəkili ilə görüşməsinə yenə də imkan verilməyib. Ailəsi bunun məlumat almalarına əngəl törətmək üçün edildiyini deyir. Engel töretmek, yani engellemek, önüne set çekmek anlamında değil mi? Bəli, tamamilə doğrudur. Maniyə törətmək, qarşısını almaq deməkdir. Anlaşıldı. Bu konuyla bağlantılı olarak notlarında bir de STK davası haberi var. Savcı hapis cezası istemiş. Bəli, bu xəbəri də bir başqa müxalif media orqanı olan Azadlıq Radiosu yayımlayıb. QHT işi çərçivəsində həbsdə olan ictimai fəal Zamin Zəki üçün prokuror 8 il həbs cəzası tələb edib. GHT, yani Sivil Toplum Kuruluşu. Bu davalar epeydir devam ediyor anladığım kadarıyla. Şimdi biraz da çevre ve ekonomi notlarına bakalım. Azerbaycan'ın devlet petrol şirketi SOKAR'a bir ceza kesilmiş. Bəli, Meydan TV-nin yazdığına görə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hesabatında SOKAR'ın Azneft İstehsalat Birliğinin ətraf mühitə 485 min manat ziyan vurduğu üçün cərmələndiyi bildirilir. Səbəb kimi ağacların kəsilməsi və zəhərli tullantı sularının birbaşa dənizə axıdılması göstərilib. Tullantı suları, atık sular demek sanırım. Zehirli atıkların denize boşaltılması korkunç bir iddia. Bizde de böyle çevreye zarar veren şirketlere komik para cezaları kesilir, sonra faaliyetlerine aynen devam ederler. Bəli, tullantı atıq deməkdir. Xəbərdə də cərmədən bəhs edilir. Gündemin sonunda bir de üzücü bir haber var notlarında. Bir kaza haberi. Bəli, çox kədərli bir xəbərdir. Martın 2-sində Xocalı rayonunda Müdafiə Nazirliyinə məxsus hərbi avtomobilin aşılması nəticəsində Gizir Vüsal Quluzadə şəhid olub. Sürücü isə yaralanıb. Allah rəhmət eləsin. Hadisə ilə bağlı araşdırma başladılıb. Bu xəbəri Meydan TV yayımlayıb. Gizir bizdeki ast subay rütbesi oluyor değil mi? Allah rahmet eylesin. Ailesine ve Azerbaycan halkına başsağlığı diliyoruz. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşçakalın. Fason Radyo.